Salam, futbol severler. Bugün Çempionlar Ligası'nın V turu çerçevesinde Neapol'da geçirilecek Napoli-Qarabağ maçı büyük heyecanla gözlenilir. Ama maç ekstremal hava şəraiti səbəbindən ciddi risk altında qalır. Neapol şəhərində güclü külək, şimşək və yağış proqnozlaşdırılıb, şəhərin bəzi mərkəzi əraziləri narıncı zona elan edilib. Bu səbəbdən yerli hakimiyyət və stadion rəhbərliyi təhlükəsizlik tədbirlərini maksimum səviyyəyə çatdırıb. Parklar və ictimai məkanların bir qismi bağlanıb, azərkeşlərə isə lazım olmadıqca mənzillərindən çıxmamaq tövsiyə olunub. Rəsmi açıqlamalara görə maç hələ də plan üzrə keçiriləcək. Lakin hava şəraiti daha da pisləşərsə, oyunun dayandırılması ehtimalı var. Stadionda şimşək və güclü külək azərkeşlər üçün həm həyəcan, həm də narahatlıq yaradır. Bu, Çempionlar Ligasının maçlarına nadir hallarda təsir edən bir vəziyyətdir və hər saniyə izləyicilərin diqqətini cəlb edir. Napoli və Qarabağ komandaları maç öncəsi hazırlıqlarını tamamlayıb. Hər iki tərəf qaydalarına uyğun olaraq oyuna hazırdır. Lakin ekstremal hava şəraiti futbolun təbiətini dəyişə bilər. Oyun istənilən anda dayandırıla və ya təhlükəsizlik səbəbindən dəyişiklik edilə bilər. İzləyicilərimizdən soruşuruq. Sizcə, Qarabağ maçı plan üzrə davam edə biləcək, yoxsa ekstremal hava səbəbindən dayandırılacaq? Şərhlərdə fikrinizi bölüşün və azərkeşləri xəbərdar edin. Daha çox belə xəbərlər üçün kanalımıza abunə olun və zəng işarəsini vurmağı unutmayın. Bu, sizi ən son Çempionlar Ligasına xəbərləri və dramatik maçlardan xəbərdar edəcək.